Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan. Müəllimlər, şagirdlər, təzə almadı icra nümayəndəsi, hamınızı bu günləri salamlayıram sizi. Bugünkü gün bizim üçün burada ən əlamətdar günlərdən biridir kəndim üçün. Və mənim şəxsən həm böyük arzum olub ki, bu xeyriyyə işi çox geniş bir səth alsın və xoşbəxtəm ki, son bir aylarda bu həqiqi mənada böyük bir səth alıb. Və bu gün də adımdan zəhmət olmasam, yəni özü də hazır Allah şükür mənim şagirdim olub, oğlu da. Yəni valideyn kimi müəyyən pul ayırıb oğlu üçün, amma oğlu o pula ehtiyac olmayıb, bir basan. Kəndimizdə bir dənə şəhidlərim üçün abidə qoyub. Və adı bir daha mənim adımdan, mənim şagirdimə minnətdarımızı bildirsin. Kollektiv adından kənd cəmiyyəti adından. Allah onu var eləsin. Allah ona can sağlığı versin, uzun ömür versin. Allah qəbul eləsin. Sağ olun. Sağ olun. Şəhid Sənan Səlimov 27 sentyabr 2020-ci il Vətən müharibəsi zamanı düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gələn döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı. Təzə Alvadı kəndində dəfn edilmişdir. Ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə tərtib edilmişdir. Bilsin şəhidlər, bilsinlər qazilər, tökülən qanlar olmadı bilər. 44 gün gəldi bu böyük səfər, Qarabağ bizimdir, hamı biləcək. Şəhid unudulmaz, şəhidlər ölməz. Bir kere yükselen bayrak bir daha inmez. Şehitlik məqamdır, her insan getmez. O hakkında cana getdi şehitler. Bu belə toprağı qanıyla ana. 30 nəzrədə sonda son qoyar. Anca məqama yeri uzalan, torpağı olaraq qalxdı şehitler. Səlim insanları unutmaq olmaz. Həyat o fəltəsdə heç yaddan çıxmaz. Şəhidlik bir bağdır, gülü də solmaz. Cənnətdə aləmdir, çatdı şəhidlər. Unutmayırlarmış sizi şəhidlər. Sizlər üçün qan ağladı gözdə. Tarixə saldınız silinməzdə. Siz şəhid oldunuz, yaşayaq bizdə. Unutmayırlarmış sizi şəhidlər. Azərbaycan milli qəhrəmanı Elçin Ərdoğan 11 dekabr 1993-cü ildə Ağdaş uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Təlalvacı dəfn edilir və adına abidə ucaldılır. Ölümündən sonra Azərbaycan bayrağı ordu ilə tərtib edilir. Şəhid Sənan Səlimov 27 sentyabr 2020-ci ildə Vətən savaşı ilə düşmənlərlə döyüşmüşdü. İgid döyüşçü oktyabrın 14-də Zuridə gedən hadisələrdə şəhid olmuşdu və Təzəvadı kəndində dəfn edilmişdi. Salam şəhid anası, mən də sənin bir balam. Olmasan da qəhrəman, Şuşa Kəlbəzər alan. Salam şəhid atası, sən də qurulursan. Dağ boyda oluncadır, yenə də düşünürsən. Ağappaq saçlarına nur saçılır, nur ata. Hər zaman qurulur, həmişə düzdür ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzün uğurlu biridir, arxada yağ itirdin.
Bir an evladına, el oğluna döndünüz. Kim diyer ki öldünüz, kim diyer ki söndünüz, gələcək nəsillərə yetəcək dününüz. Hiçbir gündə, sabahda, əsrlərdə sağsınız, bu yurdun sinəsində, bu qarsız dağsınız. Aşda başın o torpa, o düşən nəfəsra, qan qarsın o patran, sönmüş kağıda varsa. Təbii ki, kəndimiz üçün ən qiymətli, ən gözəl gündür. Öz canlarını fəda eləyən bu şəhidlərimiz həqiqətən də əbədi qəlbimizdə yaşayacaq. Bu işi görmək özü xoşbəxtlikdir, özü cənnəti qazanmaqdır. Ona görə hacıya mən təşəkkür eləyirəm, onun övladına təşəkkür eləyirəm. Nə qədər işlər görülsə azdır, amma bu iş kəndimiz üçün ən böyük işlərdən biridir. Həqiqətən də biz şəhidlərimizin qarşısında baş əyirik. O yetişən düşən oğullarımız var. Allah'tan arzu eləyirəm, hər şey ola bilər. Ola bilər ki, onlar tapılsınlar. O xoş günləri qeyd eləyək.